Sizce bu kızın adı ne olsun? Herkese salam, vloguma xoş gəldiniz. Bugün sizlərə bir sualla gəlmişik. İstəyirəm bu qıza sizlərlə bir yerdə ad qoyam. Gördüyünüz kimi bir yerdə də durmur. Qoy səni tam görsünlər. Bu qızı bilirsiniz, hər vloglarımda ana pişik belə, ana pişik elə səsləndirirdim. Əslində bir adı var. Adla çağırırdım mən bunu. Bir adı var idi. Ölən pişiyimin adını qoymuşdum. Ona çox oxşadığı üçün. Amma istəmirəm onun adını qoyum buna. Bir yerdə bu qızı ad seçək. Nə olsun bu qızın adı? Əslində bir-iki ad ağlımda var. İstədim bir yerdə sizlə seçək. Bəlkə mən rənginə uyğun, bəlkə seçə bilməmişəm. Dedim bir yerdə sizlərlə seçək. Şərhlərdə yazsaz bir yerdə bu qıza ad qoyardıq. Gördüyünüz kimi nə sarı deyil, nə rəngi qarışıqdır. Üç rəngli də gedir bunlar. Pişiklərimin adı var, amma bunun yoxdur. Bilmirəm, bilənlər, bilməyənlər baxa bilər. Bu ana pişik, ona görə deyirəm ki, bunun 4 dənə balası var idi. Biz bunu sahibləndirdik. Yenə bilməyənlər üçün deyirəm. O biri vloglarımdan da baxa bilərsiniz. Balalarını görə bilərsiniz. 4 dənə gözəl, biri-birindən gözəl balalar var idi. Özü də gözəldir. Gördüyünüz kimi özü də çox incə-mincə bir qızdır. Bəlkə irəli aylarda, nə bilim, balaları olsa yenə çəkərəm. Doris, Mickey, Simba. Ama senin adın yoktu. Burada yaza bilərsiniz. Hər birinizin fikri önəmlidir mənim üçün. Kanalıma da abunə olsa sevinərik, bəyənsəz sevinərik. Bu qız da sevinər. Bu qıza bir yerdə ad seçək. Seçək sənə bir ad. Üzümə bax. Üzümə bax. Sağ ol elə. Sağ olun. Sağ ol.